Hədisdə buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, kim Allaha ibadət edərsə, ona heç bir şey şərik qoşmazsa, namaz qılar, zəkat verər, böyük günahlardan uzaq durarsa, onun üçün cənnət vardır. Böyük günahlar barəsində ondan soruşanda o dedi ki, Allaha şərik qoşmaq, müsəlman bir nəfsi öldürmək, eləcə də döyüş meydanından qaçmaqdır. Qəlb əgər tam bir tövhidi yerinə yetirərsə, orada Allahın sevdiklərindən başqasına sevgi olmaz. Eləcə də Allahın nifrət etdiklərindən başqasına nifrət olmaz. Əgər kim belə olarsa, onun əzaları Allaha itaətə yönələr. Yəni əgər insan Allahın sevdiklərinə məhəbbət olan günahı işləyirsə, eləcə də Allahın sevdiklərinə nifrət yaranırsa, bu insanın Allah sevgisini və yaxud Allah qorxusunu bunlardan qabaq öz nəfsini qabağa çəkərsə olur. Yəni Allah sevgisini əsas tutmur, Allah qorxusu əsas tutmur, öz nəfsini, öz havasını qabağa tutur. Bu da tövhidin kamilliyinə zərər vurur.